Sabahın axşamınız xeyir olsun əziz dostlar. Hər birinizi Dadaşbi kanalında salamlayıram və mən Yadullah Dadaşov. Bugünkü bizim dərsimiz ESXi həsr olunacaq. ESXi necə istifadə olunur, nədir? Deməli, VMware şirkətinin olan ESXi, yəni VMware tərəfindən hazırlanmış bir bare metal, yəni tip 1 hipervizasiyasına aiddir. Yəni birbaşa fiziki serverlərin üzərinə qurulur və həmin serverdə bir çox virtual maşını işlətməyə istifadə edir. ESXi deməli bir-iki dənə mən sizə onun nümunəsini deyəcəm, hansı məqsədlərdə istifadə edilir. Birincisi server kondilasiyasıdır, yəni bir neçə server və bir dənə fiziki host üzərində işləyir. Data centerdə virtuallaşdırmaq mümkündür. T-swap mühitində, məsəl üçün Cisco, Linux, Windows server üzərində və cloud infrastrukturu üçün bazadır. Azure da ola bilər, Amazon da ola bilər, Yandex da ola bilər, Alibaba da ola bilər. Əsas komponentləri Hypervisor kernel, yəni resurslarını istifadə edir. vSphere klient, yəni web interface üzərindən istifadə etmək üçündür. Data store VM-ləri saxladığı üçün storage və VN virtual switch şəbəkə emulyasiyasını. ESXi qurmaq üçün tələblər, yəni o mən sizə yazım. Zəhmət olmasa özünüz də qeyd edərsiniz. Yazıram deməli VMware ESXi System Requirements. Deməli, birincisi bizə CPU. Təbii ki, bizə nə lazımdır? 64 bitlik arxitektura üzərində Intel VT, yəni virtual VTX və AMD V lazımdır dəstəkləməsi üçün. RAM 8 GB minimal, max isə max 16 plus 16 da ola bilər, 32 da ola bilər, 64 da ola bilər. Deməli, storage bizə lazımdır. Minimal 32 GB, max 142-dən çox. NIC isə, yəni Network Interface Card, bir dənə bəsdir. BIOS-da da mütləq aktiv olmalıdır virtualization texnology. Əgər indiki son bu notebooklarda artıq onlar mövcuddur. Yəni isə VMware üzərində onu mən sizə göstərim. Deməli, yenə də həmişəki olaraq create virtual machine, typical mən seçərik. Buradan biz VMware ESXi, burada bizim növlərimiz var. 8 daha doğrusu artıq 9-a çıxıb 7 standart olandır. Next-i vuraraq, deməli next, görürsünüz, bizdə kapasiteni belə deyək, recommended size 142 GB istəyir. Siz bura az da yaza bilərsiniz, amma daha çox eləmək mümkündür. Deməli, next-i vuraraq, next və sonlandırırıq. İndi biz nə edirik? Biz edit virtual machine settings-i daxil olaraq prosesor bölməsində bunu mütləq şəkildə söndürün. Çünki bunu yandıranda failed verir. Buradan siz nüvələr də ata bilərsiniz, korlar da ata bilərsiniz. Standart mən buna saxlayıram. ISO-muz isə mən saytdan götürmüşəm. Kimə lazım olsa, yəni link ata bilərəm sizə. OK vurduqda power seçirik. Bunu I finished installing vururuq. Və gördüyünüz kimi artıq bizim ESXi-miz başlayır yüklənməyə. Bir balaca biraz Linux oxşayır, yəni bu table-ı. ISO-nun içindəki faylları ekstrakt edərək o artıq başlayır ESXi quraşdırmağa. Bəli, gördüyünüz kimi bizim nümunə parametrlərimizi göstərir.
Aha, deməli dostlar, gördüyünüz kimi bizdə belə quraşdırmaq barəsində bildiriş gəlir. Burada biz nə edirik? Burada biz enteri vuraraq şərtləri qəbul etmək üçün F11-i vururuq. Bu hazırda bizim storage'imizi axtarır. Scanning for available device. Bəli, gördük ki, burada bizim 142 GB-lığımız VMFS 3 formatında bir hard diskimiz belə deyək də var da. Claimed by VMware Visa. Biz deməli burada enteri vuraraq birinci klaviaturanı seçirik. Tamam, gəlin qoyaq bunu USA default. Enteri vuraraq, aha, VMware-ə daxil olmaq üçün root password, yəni Linux-da kimi root şifrə qoymaq lazımdır. Elə bir şifrə qoyun ki, rahatçılıqla yadda qalan olsun. Mən məsəl standart qoyuram. Tabı vuraraq aşağı düşürsünüz. Və görürsünüz ki, yazır ki, parollar uyğundur şifrələr. Enteri vuraraq, aha, deyir ki, uyğun deyil. Yəni o an qoyduğu tələblərə uyğun deyil. Biz də belə edirik. Aha, burada soruşur ki, yəni lazım olan bütün fayllar silinəcək istəyirsiniz. Bəli, yenə də enteri vururuq və F11-i vururuq ki, install olunsun. Installing yes, artıq başladı bizim installationımız getməyə. Bəli, və bizdən reboot istəyir. Enter vuraraq reboot veririk. Gördüyünüz kimi artıq restart getdi. Yenə də standart qaydada install olunur. Artıq açılır, yəni belə deyək. Bu axırıncı servisidir, VMD 2 onu bir balaca gözləmək lazımdır. Yəni bu donmayıb. Sadəcə olaraq gözləmək. Aha. Gördüyünüz kimi yoldaşlar, VMware açılandan sonra bizə VMware istifadə etmək üçün IP verir. Bu təbii ki, hər dəfə DHCP-dən alır. Amma siz isə daimi statikdə qalsın deyə bu pəncərə açılanda F2-ni vururuq. Bizdə gördüyünüz kimi şifrəmizi istəyir. Root şifrəmizi biz root şifrəmizi daxil edərək gördüyünüz kimi belə bir konfiqurasiyamız BIOS kimi açıldı. Biz burada deməli daxil oluruq. Burada gördüyünüz kimi Configure Management Network'ımız var. Bizim Network Adapter V1 və IPv4 konfiqurasiyamız var. Görürsünüz, burada hal-hazırda default olaraq işarə qeyd olunub. Use dynamic IPv4 addresses and network config. Yəni ki, DHCP üzərindən alsın. Amma əgər siz isə daimi sizdə özəl bir IP olsun, yəni statik, aşağı düşərək tab knopkasını və yaxud da probeli vuraraq, görürsünüz, düşdük aşağı. Bizdə burada standart IP adresimiz. Amma mən 131 onu eləmək istəmirəm. Mən məsəl üçün onu eləmək istəyirəm ki, daimi qalsın deyə. Yəni 192.160.50 verək. Gateway-imiz qalır. Enter-i vurandan sonra biz dava S knopkası ilə dava qaydırıq və bizdən soruşur ki, şərtlər qəbul olunsun. Yəni dəyişikliklər yenilənsin. Bəli, biz Y-ni basaraq
eski basırıq və logout. Bəli, gördüyünüz kimi artıq dəyişdi. İndi biz nə edirik? Biz gəlin görək prob üçün 192.168.140.50. Görürsünüz, SSL sertifikatı yoxdur deyə belə bir bildiriş gəlir. Advanced vuraraq proceed. Bəli, gördüyünüz kimi artıq bizim VMware səhifəmiz açıldı. Bura yazırıq root və şifrəmizi təbii ki. Aha, bunu heç işarəni götürürük. Bəli, gördüyünüz kimi artıq biz belə deyək, data center kimi bir serverimizdə. Gördüyünüz kimi burada bizim logolarımız falan hamısı görsənir. CPU-muz, memory'miz, storage'imiz də var. Görürsünüz 142-dən cəmi 12 GB boş yerimiz qaldı bizim. Yəni qalanı hələ ISO-nun tək özü götürdü. Buradan biz virtual maşınlarımıza baxırıq, storage'imiza baxırıq. Görürsünüz ki, cəmi bizim bu qədər storage'imiz qaldı. Siz axı əslində belə deyək, VMware-da əgər bu sizə yer azlıq edirsə, siz əlavə olaraq burada VMware ESXi2-də, Edit-də əlavə ikinci xart disk kimi artıra bilərsiniz, add edib artıra bilərsiniz. Məsələn, add edək, yəni bura bir dənə xart disk əlavə edək, NVMe olsun, create new virtual disk. Bunu da yaddaşın edək, nə bilim 100 GB. Əgər yer çatmasa, əslində bunun üçün çox lazımdır, belə deyək. Finish elədik, OK vurdıq. Mən o səhv eləməmsə Windows serverdə edim, üzr istəyirəm. Çünki bizdə hal-hazırda indi VMware yanır deyə, gəlin VMware biz bir dəqiqəlik söndürək. Görürsünüz, ona görə VMware məsləhət görür ki, biraz yaddaş çox eləyin. Deməli, SCCI olsun, yəni bir dənə də var 142 yaradaq, 2 dənə bizim 142-liyimiz oldur. Gəlin bunu biz power eləyək. Həm də bir şey də sizə deyim ki, bu sönəndə artıq sayt demək olar ki, işləmir. Mən bu refresh etsəm, çox güman error verəcək. Çünki o aktiv deyil. Refresh edirəm, açmır. Çünki bu hələ sönlü vəziyyətdədir. Biz bunu bağlayaq təzədən. Açılsın. Yoxsa təzədən DHCP-yə qayıtdı, deməli. Şimdi o riski söndürdüm, ona görə belə olur. Siz bir dəfə artıq statik versəz, artıq ehtiyac yoxdur. Yəni təzədən yoxlayaq. Deməli 192, 100 artıq bizdə artıq burada qalıb. Bəli, root və parolumuz. Tak, bu heç. Girək storage'ımıza. Maşınımız burada. Deməli. Biraz CPU çox işlədir, fikir versiniz, bir balaca ağır işləyir. Deməli, yoldaşlar, bu bizim standart olan VMware-imizdir. Deməli, biz bura 2 dənə nüvə, 4 RAM istifadə eləmişik. Gördüyümüz kimi bizim network'umuz budur.
Düz OBS SSD-miz, kart diskimiz düşmədi deyə. Çünki mən gərək əzərdən ora 142 GB yox, 300 GB bir verərdim. Ona görə siz yəni onu zəhmət olmasa gələn dəfə artıranda, yaradanda zəhmət olmasa 142 siz o VMware-ə inanmayın. Siz əlavə özünüzdən çox edin ki, bəlkə siz burada bir 4 dənə, 5 dənə OS qaldırmaq istəyirsiniz. Və gördüyümüz kimi yazır ki, you can currently use SX evaluation 60 gün lisenziya verir. Daha sonra isə onu mən səhv eləməsəm vCenter-dan əlavə eləmək olur. Virtual maşın yaratmaq üçün də Create Register VM-i seçirik. Daha doğrusu biz burada New Virtual maşın seçirik. Next-i vuraraq adını yazırıq. Məsəl üçün, nə bilim, yazaq server 2022. Burada bizə soruşur ki, uyğunluq hansı ilə istifadə olunsun. Standart sağ veririk. Əməliyyat sistemi seçirik. Windows və server 2022. Gözünüz 25-i hələ bura əlavə eləməyiblər. Çünki bu köhnə versiyadır. Deməli, Next-i vuraraq, görürsünüz, bu bizim data store-muzdur. Deyir ki, 13 GB-dan 12-si cəm boşdur. Next-i vuraraq və burada biz manual olaraq artıq biz görürsünüz, disk greatest amount, yəni deyir ki, artırın da. Siz burada belə deyik, nüvə sayını, RAM-ı və kart diski özünüz idarə edə bilərsiniz. Məsələn, bizdə 12 GB yer qalıbdır. Gəlin bunu 10 eləyək. Görürsünüz, getdi. Yer olmadığı üçün deyir. Burada deməli bizim SCI kontrollerlərimizdir. Yəni kart disk tərəfdən, yaddaş tərəfdən bizim USB kontrollerlərimizdir. Network adapterda standartdır. CGVG. Biz buradan Datastore ISO faylı upload eləmək üçün biz ISO-muzu biz daxil oluruq. Məsəl üçün mənim burada ISO-larım var. Görürsünüz, CentOS, Ubuntu, Red Hat. Bunları artıq biz ayın ondan keçdik. İndi bizə Windows serveri bu düzdür, gec upload eləyəcək. Mən bunu sizə göstərə bilməyəcəm. Çünki bu harca rahat bir 3 saata falan. Çünki web üzərindən yüklənmə gedirdi. Bu bura upload olunandan sonra siz next finish eləyirsiniz və buradan artıq siz Hyper-V kimi serverlərinizi idarə edə bilirsiniz. Düzdür, indi burada bizi çox getirdi. İndi prop üçün mən bunu host device qoymuşam. Next-i vuraraq finish-i vururam. Və bizdə burada virtual maşın artıq gördüyünüz gibi server yanıb. Düzdür, indi mən bunu power eləsəm, o işləməyəcək. Çünki şey yoxdur. Həm ISO-muz yoxdur. Görürsünüz, aşağıda logda gedir. Həm də yazıb ki, this host does not support Intel VT. Click for more details. O da yenidən BIOS-dan asılıdır. İndi məsəl üçün mən bura girsəm, bunun editində açsam. Deməli, burada indi mənim kontumda virtualization texnologiya səhifəsi yoxdur. Və siz əgər elə bir xəta verirsiniz, bunu enable edin. Mütləq şəkildə. Mən bunu yandırsam, görürsünüz, fail to start virtual machine verir. Çünki məndə BIOS-u çox güman ki, virtualizasiya yoxdur. Ona gərək bir baxım, açıq baxmamışam. Yəni, siz artıq ISO-nu yükləyəndən sonra görürsünüz, gedir running 11%. Bütün logları siz artıq burada görürsünüz. Server yaradıldı, find, update options, afterstart, power off. Yəni loglar burada görsən. Artıq siz bunu eləyəndən sonra power on eləyirsə, siz əməliyyat sistemi burada, siz CPU-nuz nə qədər, RAM-lı storage-ünüz nə qədər gedirsə, hamısı burada görsənəcək. Köhnə kompüterlərdə bu bir balaca problemli məsələ, çünki Intel VTX səhv eləmirəmsə dəstəkləmir. Yəni bu sadəcə test üçün mən sizə göstərmişdim. Əslində yəni bu alınmasa sıxıntı deyil. Hyper-V ilə və yaxud da VMware-in özündən də siz test edə bilərsiniz. Yəni SXI biraz müasirlərdə düzdür təbii ki, həm də görürsünüz biraz ağır istifadə olunur. Əlavə buradan siz user-ları aça bilərsiniz. Ki, məsələn, root-la kimsə girməsin, başqa user-la da girə bilər. Ona da siz SXI VMware-də onu artıq siz konfigurasiya edə bilərsiniz. Yəni burada manage-də, monitoring-də siz burada baxa bilərsiniz ki, performans cəhətdən nə qədər nə istifadə olunur. Yəni özünüz idarə edə bilərsiniz Hyper-V kimi, həmçində VMware kimi. Bu günlük bu qədər dostlar. Gələn dərslərdə görüşmək ümidi ilə. Sağ olun.